Salam, xoş gördük. Xoş gördük. Necəsiz? Təşəkkür edirəm. Zəhmət olmasa lütfən tamaşaçılarımıza öz haqqınızda qısa da olsa bir məlumat verəsiniz. Mən Vüsal Həsənov əslən Qərbi Azərbaycanda doğulmuşam. Oğuz elində, Qaraqoyunlu mahalında və mənfur erməni şovinizmin, ermənipərəst düşmənçilik siyasəti nəticəsində yüz minlərlə həmyerlilərim kimi 1988-ci ildə deportasiya olunmuşuq və doğma Azərbaycanımıza pənah gətirmişik. Azərbaycanda böyümüşəm, Bakı şəhərində orta təhsil almışam və sonradan hərbi təhsil almışam. Eləcə də Füzuli döyüş bölgəsində hərbi xidmətdə olmuşam. 3 il 8 ay, əlavə olaraq da 6 ay hərbi xidmətdə olmuşam. Xidməti vəzifə borcumu yerinə yetirərkən dəfələrlə xəsarətlər almışam. Sonraki dövrdə isə hüquq mühafizə orqanlarında xidmət eləmişəm. Bütün xidməti dövrümdə vətənimiz Azərbaycana, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə və təbii ki, Ali Baş Komandanımıza ləyaqətlə xidmət etmişəm. Hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Xidmət sahəsinin dəyişməsindən asılı olmayaraq, ürəyim yenə vətən eşqi ilə döyünür, yenə də xalqımıza, dövlətimizə, dövlətçiliyimizə xidmətdəyəm. Çox gözəl. Salam, artıq bir müddətdir ki, mətbuatda və sosial şəbəkələrdə VMR klinikası və şəxsən sizinlə bağlı müxtəlif iddialar və ittihamlar səsləndirilir. Həmçinin bu iddialara cavab olaraq sizin də sosial şəbəkələrdə çıxışlarınızı görürük. Ümumiyyətlə, sizə qarşı yönələn bu ittihamın və bu konfliktin səbəbi nədir? Demək olar ki, 8 aya yaxındır belə bir qara kampaniya start götürüb. Bu məsələ artıq demək olar ki, ölkənin müvafiq hüquq mühafizə orqanlarında araşdırılmaqdadır. Məsələnin kökündə isə bir qrup şəxsin görüntü olaraq bir şəxsi önə atması və həmin şəxsin də bizdən 50.000 manat pul tələb edib ala bilməməsi olmuşdur. Güya o bizim müəssisələrlə bağlı hansısa negativ halları bilir və onları paylaşacaqdır. Həkimlərlə bağlı müəyyən faktlar bilir, onları paylaşacaq və bunun paylaşmamasının qarşılığında məndən 50.000 manat pul istəmişdi. Həmin vaxt mən Türkiyədə idim, müalicə alırdım. Mən də təbii ki, həmin şəxsə qəti şəkildə rədd cavabı verdim və nə istəyir eləməsini söylədim. Bundan sonra artıq bizimlə bağlı qaralama kampaniyasına qara gürcülər tərəfindən start verildi. Hətta bizə aidiyyatı olmayan bir məsələnin də tamamilə şişirdilmiş formada ictimaiyyətə çatdırılmasını belə həyata keçirdilər. Biz sarsılmadıq, tam əksinə gözləmə mövqeyində dayandıq ilk növbədə. Qanuna əsaslandıq, dövlətimizin hüquqi dövlət olmasına, ölkəmizdə hüququn əsas prinsiplərinin mövcud olmasına arxalandıq və sadəcə olaraq aidiyyatı qurumlara müraciət eləməklə kifayətləndik. Amma çox təəssüflər olsun ki, həmin şəxs bu məsələni öz istəyinə çatmadığını gördükdə daha da qabardaraq başqa kontekstdə keçirdi. Yəni, sırf mənim özümə yönəltdi. Hətta bir örnək deyim. Deməli, bu şəxs mənim yoldaşım Gülsüm xanımın güya tibbi diplomunun olmamasından bağlı bir paylaşım elədi və orada da əlavə elədi ki, Gülsüm xanımla mənim rəsmi nikahım yoxdur. Sual yaranır burada. Diplomun olmamasının, rəsmi nikahın olmamasının nə aidiyyatı var? İndi bütün həkimlər otaqlarında diplom, sertifikasiya şəhadətnaməsi, sonra da ailə cüzdanını açsınlar. Yəni bu nə məntiqdir? Və bunun özü göstərir ki, bu şəxs
birbaşa qərəzli olubdur, qərəzlidir və öz qərəzliliyini, hansı ki pul ala bilməyibdir, bu şəkildə daha çirkinliyə doğru çəkməkdədir. Və onun provokasiyası bununla da bitmədi. Sonra mənim haqqımda bir paylaşım elədi ki, güya mən müxtəlif illərdə məhkumluq həyatı yaşamışam, barəmdə bir neçə dəfə məhkəmə hökmləri olubdur. Bu kimi bir iyrənc üsuldan da istifadə elədi. Və təbii ki, bu şəxs və şəxslərin ümumi maraqları xarici ölkələrdəki kəşfiyyat strukturlarından aldıqları tapşırığa əsasən Azərbaycan Respublikasının daxilində aidiyyatı qurumlara, eləcə də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinə zərər vurmaq olduğuna görə bu söhbəti də ortaya atmaqla öz niyyətlərini açığa çıxartmış oldular. Sual yaranır. Hətta onlar orada belə bir sual qoymuşdular ki, cinayətkar necə gəlib indi klinikaya işlədir? Belə bir suallar da paylaşmışdı və onların ölkəmizdə də havadarları var idi. Təbii ki, onlar da bunu tirajlamışdılar. İndi bir sual yaranır. Cinayətkar insan deyilmi? Cinayətkar islah oluna bilməzmi? Bir kərə bunların iddiaları tamamilə səhvdir. Mənim ümumiyyətlə onların saydıqları kimi heç bir məhkumluq dosyam yoxdur. Amma tutaq ki var və tutaq ki mən məhkum olunmuşam, dövlət məni islah eləyə bilməzmi? Bəs bu qədər milyonlarla vəsait ayrılır. Cəza çəkmə müəssisələrində məhkumların islah olunması, məhkumların yenidən islah olunub cəmiyyətə inteqrasiya olunması, cəmiyyətə qayıtması və yenidən formalaşıb digər insanlarla bərabər normal həyat yaşaması üçün dövlət bir siyasət yürüdür, maliyyə dəstəyi ayrılır, müəyyən qrantlar ayrılır müəyyən QHT-lərə və bu işlərin aparılmasına çalışılır. İndi bu məsələnin bu şəkildə qabardılması, cinayət dosyası olan bir şəxs necə sahibkarlıq fəaliyyəti göstərir deyilməsi dövlət siyasətinə zərbə deyilmi? Cənab İlham Əliyevin daxili siyasətini kölgədə qoymaq deyilmi? Və bu da göstərmirmi ki, doğrudan da bu şəxslər hansısa xarici ölkələrdə fondların, eləcə də kəşfiyyat qurumlarının tapşırığını yerinə yetirirlər. Birbaşa nümunədir bu onlar üçün. Əgər bugün müəyyən vaxtlarda amnistiya qərarları parlament tərəfindən qəbul olunursa və prezident tərəfindən təsdiqlənirsə və yaxud əfv fərmanları imzalanırsa və yaxud cəza çəkmə müəssisələrində kifayət qədər tədbirlər həyata keçirilirsə məhkumlarla bağlı, indi son vaxtlar belə bir məsələ də qaldırılıb ki, hətta məhkumlar ali təhsillərini belə davam elətdirə bilərlər. Yəni bu qədər siyasətin kölgədə qoyulması deyilmi bunların bu ortaya atdıqları məsələlər? Və çox təəssüflər olsun ki, onların Azərbaycandakı havadarları, eləcə də ortaqları, şərikləri onlarla birlikdə bu məsələni tirajlamağa başladılar və bununla da ölkəmizdə bir ayrı-seçkilik mühiti yaratmağa çalışdılar. Bir ayrı-seçkilik mühiti formalaşdırmağa çalışdılar. Yəni sən ki, məhkumlar ölməlidir, məhkumlar heç vaxt insan kimi həyat yaşaya bilməzlər. Hansı ki, dünya təcrübəsində kifayət qədər belə misallar var ki, məhkum olunmuş şəxslər sonradan dövlət başçısı olublar və yaxud dövlət başçısı olan şəxslər sonradan məhkumluq həyatı yaşayıblar. Eləcə də bir çox vəzifələr, hətta bizdə bir nümunə də oldu ki, Sərhəd Xidmətinin rəis müavini ittiham olundu, hansısa cinayətlərdə həbs olundu. Amma sonra 44 günlük vətən müharibəsində ən aktiv iştirak edən generallarımızdan biri idi və hətta dövlət səviyyəsində mükafatlandırıldı. İndi bu şəxs məhkum olunmuşdu deyə, hansı səbəbdən məhkumluq həyatı yaşadı deyə, onun ömürlük bir məhkum daması mı olmalı idi? O ömürlük həyatdan təzrid mi olunmalı idi? Amma görürsünüz nə qədər nümunələr var bununla bağlı. Ona görə də bu şəxslər özlərinin vətən xaini olduqlarını qəbul etməlidirlər, özlərinin bu ölkənin düşməni olduğunu qəbul etməlidirlər və özlərinin bu millətin lazımsız bir tullantısı olduqlarını qəbul etməlidirlər. Çox maraqlı açıqlamalar verirsiniz Hüsam müəllim. Yeri gəlmişkən bu yaxınlarda siz öz sosial şəbəkə hesabınızda da bir səs yazısı paylaşmışdınız. Həmin səs yazısında da bir nəfər şəxs özünü baş prokurorluq
əməkdaşı kimi təqdim etmişdi. Səs yazısından da hiss olunurdu ki, danışıq mübahisəli şəkildə davam edir. Ümumiyyətlə, bu zənglə bağlı nə deyə bilərsiniz? Bu şəxs əslində kim idi? Bu şəxs konkret öyrədilmiş bir şəxs idi və bu zəng mənə olunan birinci və axırıncı zəng də deyildi. Buna qədər jurnalist adı altında mənə belə zənglər gəlmişdi. Müvafiq hüquq mühafizə orqan əməkdaşları adından belə zənglər gəlmişdi, amma mən ictimailəşdirmirdim onları. Bəziləri haqqında ümumi məlumat verirdim aidiyyat qurumlara, bəziləri haqqında heç diqqət almırdım. Sadəcə olaraq bu məsələni mən niyə işıqlandırdım? Deməli, bu bizim haqqımızda paylaşımları eləyən şəxs israrla danışır ki, güya Gəncə şəhərində gənc bir xanımın həyatını itirməsinin günahkarı mənim yoldaşım Gülsüm xanımdır. Güya həmin şəxsin həyatını itirməsində Gülsüm xanım ona hansısa prosedur icra edibdir və bu xanım ondan sonra həyatını itiribdir. Absurd fikirlər ortaya atıbdır və iddialı şəkildə bunu hər dəfə bütün çıxışlarında deyirdi. Və təbii ki, biz bu məsələ ilə bağlı artıq müvafiq addımlar atdıq və bu şəxs də güya bu məsələni sübut eləmək üçün indi sanki bizə biriləri zəng vuracaqdır və biz qorxub nələrisə deyəcəyik, bizdən söz alacaq, nə bilim, nə. Bu məqsədlə həmin şəxsi öyrədib bizə özünü baş prokurorluğun adından istifadə eləyərək təqdim eləmişdi və güya bizdən həmin ölüm faktıyla bağlı müəyyən suallar verib cavab almağa çalışırdı. Təbii ki, mən buradan da bir daha bəyan eləyirəm ki, həmin hadisə ilə bağlı bizim yaxından uzaqdan heç bir əlaqəmiz yoxdur. Azərbaycan Respublikasının Baş Prokurorluğu 4 dəfə bu məsələni araşdırıb və hər birində də qərar qəbul olunub ki, bu məsələnin bizə aidiyyatı yoxdur. Hətta o məsələnin başqalarının iştirakı olsa belə, həkim səhvindən baş verən hadisə kimi qiymətləndirilməyibdir. İndi həmin şəxslə bağlı hazırda araşdırma aparılır. Hüquq mühafizə orqanlarında artıq şəxs müəyyənləşdirilibdir. Mən o məsələ ilə bağlı daha geniş danışıb, istintaq sirrini və yaxud da istintaq məlumatlarını yaymaq istəmirəm. İnşallah yaxın vaxtlarda yəqin ki, aidiyyatı qurumlar da məsələ ilə bağlı öz münasibətini bildirəcəklər. Və buradan da yenə hansı qənaətə gəlmək olur? Deməli, bu şəxslər öz o kiçik düşüncə tərzlərindən elə fikirləşirlər ki, deməli, dövlət qurumlarında o qədər boşluqlar var ki, bunlar istənilən formada, istənilən addan istifadə edib vətəndaşa təsir göstərə bilərlər. Əslində, siz həm də bir hüquqşünas olaraq belə məsələlərin hüquqi tərəflərini də mükəmməl bilirsiniz. Yəni, bu kimi addımların cinayət məsuliyyəti də var, deyilmi? Əlbəttə, birmənalı şəkildə bu cinayət məsuliyyətidir. İndi cinayət məcəlləsinin hansı maddəsindən ittiham olunacaqlar, hansı maddəsindən tədbir görüləcəklər, buna aidiyyatı qurumlar daha yaxşı münasibət bildirərlər. Bizim dediklərimiz sadəcə ilkin təəssüratdan ibarətdir. Amma yenə də baxın, bunların güya hansısa vətəndaşa təsir göstərmə düşüncələri əslində dövlət qurumlarının mövcudluğuna, dövlət qurumlarının fəaliyyətinə bir təsir göstərməklə nəticələndir. Deməli, bunlar öz ağıllarınca dövlət qurumlarını o qədər boş hesab eləyirlər ki, düşünürlər ki, istənilən halda istənilən işi görə bilərlər, istənilən addan istifadə edə bilərlər. Yəni, özlərini o qədər toxunulmaz, o qədər güya dırnaqarası ağıllı hesab eləyirlər. Bunların da əsas səbəbləri şəxslərin bəzilərinin hazırda ölkə kənarında olmalarıdır və düşünürlər ki, Azərbaycan qanunvericiliyi ilə onlara heç bir təsir eləmə imkanı olmayacaq. Burada da yanılırlar, çünki Azərbaycanda qəbul olunan istənilən qərar onların yaşadıkları ölkənin Ədliyyə Nazirliyi və məhkəmə strukturlarında tanınandan sonra onlar haqqında istənilən tədbir görüləcəkdir. Yəni, orada da böyük səhvə yol verirlər, arxayın olmasınlar. Yenə də maraqlı açıqlamalardır. Mövzu barədə biraz da konkret bir məqama toxunaq. Fikrinizcə sizə qarşı bu konfliktin konkret olaraq səbəbkarı hansı şəxs və ya şəxslərdir? Ümumiyyətlə, onların məqsədi sizə görə, sizin qənaətinizə görə nə ola bilər? Əslində, bu məsələnin ortaya çıxmasında rolu olan şəxs bəllidir. Şəxslər də bəllidir. Amma məsələnin əsas məqamına mən istəyirəm diqqət çəkim. Bunların məqsədi nədir? Yenə də
gəlirəm öz əsas fikirlərimə. Burada biraz ikili kontekstdən yanaşaq məsələyə. Birinci məsələ, bunların siyasətləri bundan ibarətdir ki, Azərbaycanda ictimai fikri dəyişsinlər, ölkəmizə güvən, inamsızlıq formalaşdırsınlar və ölkə başçısının siyasətinə bir kölgə salsınlar, əhali arasında sosial çaşqınlıq yaratsınlar. Bu da təbii ki, indi bunun aidiyyatı qurumlar daha yaxşı nəticəyə gələrlər. Əslində, xarici kəşfiyyat strukturlarının hansısa ölkədə bir təbliğat aparmaq istəyirlərsə, soyuq savaş deyək bunun adına, adətən sosial problemləri qabartmaqla o məsələlərə giriş eləyirlər. Yəni, subliminal olaraq insanların beyninə girmək, düşüncəsini dəyişmək, yanıltmaq yalnız sosial problemlərlə mümkündür. Burada da səhiyyə məsələsi qabardılıbdır. Əslində, indi fikri qoyub digər fikrə keçəcəm. Hətta mən Türkiyədə olanda bizim yaxın həkimlər orada mənə demişdilər ki, sizin Sağlıq Bakanlığı ləğv olunur. Necə olunur dedim, mənim xəbərim yoxdur, siz burada bilirsiniz. Öyle dedilər dedi mənə. Deməli, hansısa bir güc, hansısa bir xarici qüvvə ölkəmizdə hansısa güya dəyişiklik aparacaq, güya Səhiyyə Nazirliyi hansısa başqa bir quruma birləşəcək. Bunun üçün də zəmin yaratmaq lazımdır. Bunun üçün də müəyyən problemləri qabartmaq lazımdır. Bax, bu məsələlər buradan başlayıb hamısı. Yəni, burada Vüsal, nə bilim, Həsən, Hüseyin, kimlərsə önəmli deyil. Bizi bu məsələlərin bir aktyor halına gətirib çıxardıblar. Əslində, biz burada iştirakçı biz deyilik. Hədəf başqadır. Hədəf dövləti sarsıtmaqdır burada. Daha böyük. Bəli. İndi baxın, səhiyyədən başladılar. Səhiyyənin problemlərini qabartdılar. Amma burada da ikili standartlar getməyə başladı. Məsələn, həmin şəxs birilərini paylaşırdı. Güya sertifikatı yoxdur, güya sertifikasiya şəhadətnaməsi yoxdur, güya diplomu yoxdur və sonradan o şəxs silinirdi orada. Niyə silinirdi? Bunu hüquq mühafizə orqan əməkdaşları və kəşfiyyat strukturunda çalışan insanlar daha yaxşı bilirlər. Bir növ buna verbavat olunmuş deyirlər, yəni artıq əməkdaşlığa cəlb olunmuş deyirlər. Ya o şəxs pul verib paylaşımları sildirib, ya o şəxs bu xəyanətkar şəxslərlə iş birliyinə razılıq verib, ona görə onun paylaşımı silinib və o olubdur məlumat ötürücü şəxs. Buna çevrilib artıq. Və bununla bağlı məndə konkret faktlar var ki, buradan xaricə məlumatları kimlər ötürürdü, necə ötürürdülər. Hətta bir örnək mən deyə bilərəm. Həmin o Amerikada oturub bəhbəhlə danışan, həkimləri ittiham eləyən özü Azərbaycanda bir klinikaya gəlib, həkim olmayan, sertifikasiya şəhadətnaməsi olmayan bir şəxsə dolğu falan işləmlər elətdiribdir və həmin şəxsi tərifləyibdir. Bunun görüntüləri belə mövcuddur. Yaxşı, o şəxs niyə paylaşılmır indi? Və sən niyə gəlib soruşmadın o şəxsdən ki, sənin diplomun və sertifikasiya şəhadətnamən varmı? Buradan nə çıxır ortaya? Deməli, ya həmin şəxslə maddi olaraq anlaşma var, ya həmin şəxsi məlumat ötürücüsü olaraq öz agentura şəbəkələrinə daxil ediblər və o toxunulmazlıq hüququ qazanıbdır. Və bununla bağlı çox mən faktlar saya bilərəm. Bakıda, Gəncədə, müxtəlif bölgələrdə bu özünə bir məlumat ötürücü şəbəkə yaradıbdır. Bunu da mən sadəcə olaraq ən yumuşaq formada bir tərbiyəsizlik hesab edirəm ki, sən oturasan bu ölkənin çörəyini yeyəsən, bu ölkədə pul qazanasan və bu ölkənin zərərinə olan məlumatları xarici kəşfiyyat qurumlarının əlində əsir olmuş bir əxlaq yoxsulluğuna ötürəsən. Mən bunu artıq ən yumuşaq formada tərbiyəsizlik hesab edirəm. Bu dövlətin, bu ölkənin çörəyini yeyən hər bir şəxs bu ölkəyə, bu dövlətə, bu dövlətçiyə sədaqətli olmalıdır. Tamamilə doğru. Və indi sualınızın əsas məqsədinə gəlirəm ki, burada da yenə də iki başlı bir oyun getdi, sırf bizə qarşı yönəlmədə. Çünki burada dediyim kimi, dəfələrlə mən bunu vurğuladım. Birinci məqsəd dövlətin daxili siyasətini zəiflətmək, dövlətçiliyə inamı zəiflətmək və dövlətdə sanki özbaşınalıq mühitini yaratmaq, özbaşınalıq mühitidir deyə insanlara bir mesaj ötürmək, yəni güya özbaşınalıqdır, güya dövlətin heç bir qurumu işləmir, güya kim nə istəsə eləyə bilir.
Bax, bu məsələni insanlara aşılamağa çalışdılar. İkinci tərəfdən də bugün hamı bilir ki, ölkədə müəyyən insanlar var ki, onlar mənim kimi dövlətə, dövlətçiliyə, xalqa, millətə, vətənə və ali baş komandana sədaqətlə xidmət ediblər. Bizim hədəf alınmağımız isə, baxın, görürsünüz, dövlət ona sədaqətli olan insanları qoruya bilmir görüntüsünü yaratmaqdır. Sanki biz ruhdan düşəcəyik və mənim kimi bu dövlətə sədaqətli insanlar ruhdan düşəcəklər və dövlətcə daha inamsızlıq yaranacaq, biz geri çəkiləcəyik və bunlar da bu ölkədə istədiklərini eləyə biləcəklər. Xeyr, nə baş verməsindən asılı olmayaraq, nə olacağından asılı olmayaraq, mən və mənim kimi yüz minlərlə insan bu dövlətə sədaqətlidir, bu dövlətin yanındadır, cənab prezidentin yanındadır və sona qədər də biz bu dövlət üçün, xalq üçün, millət üçün qanımızın son damlasından belə keçməyə hazırıq. Çox sağ olun Salam. Salam, Azərbaycanda estetik klinika rəhbəri olduğunuz üçün heç şübhəsiz ki, bu sahədə kifayət qədər bilgiyə maliksiniz. Sizə görə estetik prosedurlardan sonra bəzən pasientlərin səhhətində yəni fəsadların yaranması faktları da var da, təbii ki. Ümumiyyətlə, sizə görə bu fəsadlar nədən yaranır? Bunlar hansı şəraitdə meydana gəlir? Əslində, bütün tibbi müdaxilələri də həkim peşəkarlığı qədər, mütəxəssis peşəkarlığı qədər pasiyentin də özünə vicdanlı xidmət göstərməsi şərtdir. Yəni, burada hər bir problemi həkimin üstünə atıb, həkimin cəzalanmasına nail olmağa çalışmaq və yaxud da həkimin gözdən salınmasına çalışmaq, həkimi o el arasında deyirlər, bir qara qəplik eləmək lazımsız bir haldır. Yəni, xəstə özü də sağalmağa çalışmalı. Bütün hallarda, xüsusilə də estetik prosedurlarda və estetik müdaxilələrdə, istər cərrahi, istər əməliyyatsız müdaxilələrdə xəstənin sağalma və bərpa dövründəki özünə baxımı çox vacibdir. Baxın, gəlin, indi ən çox bugün yayılıbdır dolğularla bağlı problemlər. Götürək dolğuları, bədən dolğularını götürək. Axı, onun təlimatlarının hamısında qeyd olunur ki, müəyyən bir müddətdə, tutaq ki, ağır işlər görmək, tutaq ki, ayağına vurulub və yaxud da hansısa başqa nahiyəsinə vurulub, ağır işlər görmək olmaz, ayaq üstə çox gəzmək olmaz, günəş vannası almaq olmaz, duzlu suyu olan gölə, dənizə və yaxud da vannaya, hovuza girmək olmaz, solyarium almaq olmaz. Yəni, bu kimi məsələlərdə həmişə kənarda durmaq lazımdır. Saunaya girmək olmaz, buxar hamamına girmək olmaz. İndi gəlin, sual verək görək, bu dolğu problemi olan və bu gün özlərini az qala kütləvi şəkildə zərər çəkmiş kimi tanıtmağa çalışan bu insanlar həmin bu olmazlara əməl ediblərmi? Götürün onların sosial şəbəkə paylaşımlarına baxın, öncəkilərinə, problemlərdən əvvəl şəkillərə götürün, baxın. Hətta biz onların bir neçəsini əldə eləmişik. Görün o insanlar nələr eləyirlər. İndi bu həkim xəstə ilə bir ömür yaşamalıdırmı ki, bunu olmazlar əməl elətdirsin? Axı, hər kəs vicdanlı yanaşmalıdır məsələlərə. Elə, tamam, gəlin həkimi cəzalandıraq, həbs eləsinlər. Bununla məsələ həll olunacaqmı? Olunmayacaqdır. Çünki siz özünüz o məsələlərə, özünüz özünüzə diqqətli yanaşmalısınız. Məsuliyyətli. Əlbəttə, adi baxın, botoks tətbiq olunan şəxsə həkim tövsiyə edir, deyir ki, bir neçə saat və yaxud da bir neçə gün alın hissənizi əlinizlə sığallamayın, tərinizi yumşaq salfetlə silin. Bunu niyə deyirlər? Çünki botoksun əsas prinsipi nədir? Əzələlərdə müəyyən ləngimələri yaratmaqdır, təsir göstərir və onu haradasa müvəqqəti iflic vəziyyətinə salır. İndi orada hansı əzələlərə bu tətbiq olunubsa, bunu həkim bilir də. Tutaq ki, xəstə tərləmə dönəmində alnını möhkəm ovuşdurursa, o digər əzələlərə də təsir göstərir və bu zaman gözdə pitoz halının yaranması və yaxud da başqa fəsadların yaranması baş verir. İndi burada həkim neynəsin? Axı, deyilib eləmə. Tutaq ki, deyilib baş aşağı çox dayanma. Tutaq ki, hətta məsələn müəyyən prosedurlar var ki, deyilir ki, bəlli bir müddətdə spirtli içki qəbul eləmə və yaxud da siqaret çəkmə. İndi bu həkim bir ömür gedib o xəstə ilə mi yaşamalıdır? Nədir, xəstə pul ödəyib deyə bu gedib onunla mı yaşamalıdır ki, buna bu olmaz deyə məsləhətlər verə otursun bunun yanında?
məsələlərə biraz dürüst yanaşmaq lazımdır. Bir də əhalinin sağlamlığının qorunması haqqında bir qanun var. Həmin qanunun 24-cü maddəsində açıq-açığına yazır. Xəstə təcili təxirə salınmaz hal deyilsə, həkimi və klinikanı seçməkdə sərbəstdir. Həkim deyini ilə xəstəni seçməkdə sərbəstdir. Yaxşı, bu həkimi özünüz seçmisiniz, özünüz araşdırmısınız və yaxud da araşdırmamısınız hansısa bir formada, amma bunu siz seçmisiniz da. İndi bu baş verənlərdən sonra nələrsə, istər həkimin günahı, istər pasiyentin günahı, burada gəlib həkimi günahlandırmaq, həkimi o amansızcasına linc eləmək, sosial şəbəkələrdə qanan, qamayan, hərənin ağzına gələni yazması, düşündüyünü yazması, nə bilim, reallığa uyğun olan, olmayan hər şeyi yazıb həkimi linc eləmək nəyə lazımdır? Axı burada biraz ədalətli davranmaq lazımdır. Çox maraqlı və məntiqli açıqlamalardır. Həm də insanlar üçün maarifləndirici bir informasiyadır. Zaman təşəkkür edirəm. Çox sağ olun. Sonda Əslində maraqlı suallar sizdən gəlir ki, maraqlı cavab da bizdən olur. Çox təşəkkür edirəm. Təbii ki, sizlə saatlarla danışmaq olar. Çox maraqlı, belə deyək ki, fikirlər səsləndirirsiniz. Yaxşı həmsöhbətsiniz. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Sonda Üsaməm, tamaşaçılarımıza, ümumiyyətlə cəmiyyətimizə ünvanlamaq istədiyiniz bir mesaj varmı? Cəmiyyətə və elə də vətəndaşlarımıza, xüsusilə də sosial şəbəkə istifadəçilərinə sadəcə demək istəyirəm ki, vicdanlı və ədalətli olmaq lazımdır. Tanımadığınız şəxslər haqqında, tanımadığınız insanlar haqqında hər şeyi yazmaq sadəcə sizin özünüzü alçaltmağınız və özünüzü təhqir eləməyiniz deməkdir. Dürüst və vicdanlı olmaq lazımdır. Əgər bir məsələnin nədən qaynaqlandığını dəqiqliyi ilə bilmirsinizsə, o məsələ ilə bağlı rəy bildirmək sizin ağıllı olduğunuz anlamına gəlmir. Və yaxud da o şəxs haqqında fikir bildirmək və yaxud da o şəxs haqqında nələrisə demək heç də dürüstlükdən və yaxud da şərəflilikdən xəbər vermir. Tam tərsi olur burada. Atalarımızın gözəl bir misalı var. Öz gözündə tirik görməyən, başqasının gözündə çöp axtarır. Mən elə bax, yenə də sosial şəbəkə istifadəçilərinə və eləcə də belə saxta məlumatları tirajlayanlara demək istəyirəm ki, namuslu, dürüst, şərəfli və vicdanlı olmaq lazımdır. Ən azından məni qoyun kənara və yaxud da başqa həkimi qoyun kənara, başqa şəxsləri qoyun kənara. Allah qarşısında nə cavab verirsiniz, necə siz ailənizin üzünə baxa bilirsiniz, necə siz o çörəyi öz evlatlarınıza yedizdirə bilirsiniz, bunu düşünün. Çox təşəkkür edirəm, sağ olun. Mən sizə təşəkkür edirəm. Obyektivliyiniz və cəsarətiniz üçün çox sağ olun. Var olasınız. Təşəkkür edirəm sizə. Sağ olun. Çox xoş oldu.